İranda artıq belə deyək, post-Xamneyi dövrünə hazırlıq uzun zamandır ki, gedir. Yəni daha doğrusu mübarizə uzun zamana gedir, amma bu hələ açıq fazaya keçməmişdi. Yəni belə deyək, qeyri-rəsmi şəkildə İran siyasət daxilində dar dəhlizlərdə bu mübarizə gedirdi. Amma bu son 12 günlük müharibədən sonra artıq bu mübarizənin biz açıq fona keçdiyini görürük. Qeyd edək ki, İranda hakimiyyət uğrunda belə deyək də həm daxili, həm də xarici klanlar mübarizə aparır. Daxili, xarici klan dedikdə bu Pəhləvi belə deyək də rejimi deyim, yaxud da hazırda keçmiş Məhəmməd Rza Pəhləvinin oğlu, indiki deməli Pəhləvi, Amerikada olan Pəhləvi, o da hakimiyyətə geri qayıtmaq iddiasındadır və İran taxt tacının varisi olduğunu iddia eləyir və İranda yeni bir konstitusiyalı monarxiya rejiminin tətbiq edilməsinin tərəfdarı kimi çıxış edir. Bu xarici mübarizə planıdır. Bir də daxilində elitanın daxilində mübarizədir. Amma onu qeyd edim ki, Pəhləvilərə qarşı İranda çox geniş bir antipatiya var. Pəhləvilər ümumiyyətlə İranda sevmirlər. Xüsusən də qeyri-fars xalqlar, hətta farslar da Pəhləvilər sevmir. Xüsusən də təbii ki, bizim oradakı Güney Azərbaycanlılar, onları hələ də şah rejiminin Güney Azərbaycan xalqına qarşı etdiyi vəhşilikləri, törətdiyi bütün cinayətləri xatırlayır və bu onların Pəhləvilərə qarşı münasibətində xüsusi rol oynayır. İranın daxilinə gəldikdə şərti adı ilə islahatçılar və yaxud da mühafizəkarlar və mühafizəkarların öz İranda Xamneyi dövrü üçün mübarizə edir. Və biz artıq İranda belə bir xəbər yayıldı Reuters tərəfindən ki, İranda Xamneyi deməli 3 nəfər varisin adını İran Məclisi adlanılan məsələ təqdim edir. Bizdə İran konstitusiyasında belə qaydaq Alinin rəhbəri 5 yaşını keçibsə, o artıq öz varisi haqqında, deməli, öz varisinin kim olacağını düşünürsə, onun 3 nəfərin adını təqdim etməlidir və onun ölümü və yaxud da səyahəti imkan vermədiyi təqdirdə Məclis Xubreqan artıq yeni Alinin rəhbəri seçməlidir və burada maraqlı adlar var. İddia olunan adlarda 2 ad önə çıxır. Bunlardan biri Həsən Xomeynidir. Həsən Xomeyni İran İslam İnqilabının qurucusu, Ruhullah Xomeyninin nəvəsidir. Rəfsanjani klanı adlandırılan, yəni islahatçıların əsas dəstəkçisi olan Rəfsanjani klanı keçmiş prezident deməli Rəfsanjani və keçmiş prezident Həsən Ruhani tərəfindən dəstəklənir Həsən Xomeyni və Həsən Xomeyni baxmayaraq ki, yəni Xomeyninin nəvəsi olmağına baxmayaraq daha çox islahatçı qanada daha çox yaxındır. Hətta Ayətullah Xamneyni açıq şəkildə tənqid edən şəxslərdən biridir və buna görə də İranda islahatçılar tərəfindən daha çox dəstəklənir. Digəri isə Moştaba Xamneyidir. Bu isə İranın hazırki ali rəhbəri Ayətullah Xamneyinin oğludur. Həm Moştabanın, həm də Həsənin deməli üstün və deməli mənfi tərəfləri var, belə deyək. Moştaba Xamneyi İranın ordu elitası tərəfindən, xüsusən də Sepah tərəfindən dəstəklənir və Sepahla çox yaxın münasibətləri var. Həsən Xomeyni isə belə deyək də onun İranda islahatçı qanat və gənclər arasında böyük nüfuzu var. Biz də onu da bilirik ki, İran xalqının böyük bir qismi gənclərdir. Təxminən 20-30%-dən çoxu gəncdir və gənc elitlər arasında Həsən Xomeyninin nüfuzu var. Amma bir isim də var. Bu Əlirza Arefidir. Əlirza Arefi İranın çox nüfuzlu din xadimlərindən biridir və o hazırda Qum deməli Şiə hovuzunda önəmli müştəhid sayılır və Ayətullah titulu var. Onun da adı hallanır. Yeri gəlmişkən o da Qərbə qarşı sərt münasibət tərəfdarlarından biridir və bir də daha bir İranın müasir şəriət mədarisi adlandırılan deməli Ayətullah Əsədullah Behçad Zəncani. Milliyyətcə Azərbaycanlı olan bu din xadimi bugünkü vilayət fəqih sisteminə qarşı tam olaraq müxalifdir və ümumiyyətlə vilayət fəqih sisteminin aradan qaldırılmasının tərəfdarı kimi çıxış edir və din xadimlərinin dinlə məşğul olmasını və yaxud belə deyək də formal bir simvolik fiqur olmasının tərəfdarı kimi çıxış edir və o hətta qeyd edib ki, ali din rəhbər seçiləcəyi təqdirdə bu sistemi tamamilə demontaj edəcəyini bildirib və o daha çox Ayətullah Sistaninin mövqeyi və fikirlərinə yaxın fikrə malikdir və həm də o İranın federallaşmasının tərəfdarlarından biridir. Bu da çox maraqlı bir şeydir və bu baxımdan onun seçilməsi yəqin ki, mümkünsüz görünür İranda hazırda. Baxmayaraq ki, onu bir çox deməli Azərbaycanlı siyasətçilər dəstəkləyir və qeyd edim ki, Behçad Zəncani Xamneyini açıq şəkildə tənqid edib. Hətta qeyd edib ki, İran monarxiya deyil və heç bir zaman da İran
teotokratiya olmayacaq ki, burada hakimiyyəti atadan oğula deməli təhvil verək. Bu baxımdan İranda təbii ki, Moştabanın Sepah tərəfindən dəstəklənməyinə baxmayaraq çox ciddi müxalifləri də var. Və yeri gəlmişkən mən bir şey qeyd edeyim. İranda mollalar, yəni din xadimləri və din elita İsrailə qarşı nifrət satsa da, İsrailə qarşı ritorikada həmişə nifrət ritorikasını səsləndirsə də, amma əslində İsraillə döyüşmək istəmirlər. Onlar sadəcə belə deyək də, öz hakimiyyətlərini qorumaq üçün bir xarici düşmənə ehtiyacları var və buna görə də İsraildən istifadə etməyə çalışırlar. Və İsrailin Sepahın və digər bu generalları aradan götürməsi onların maraqlarına uyğundur. Yəni çünki onlar Sepahın mövqeyini dəstəkləmirlər. Və bu baxımdan yəni Sepah həqiqətən də mübarizə aparır öz anlamında, öz dünya görüşündə və nə qədər itkilər versə də İsraillə üzə gəlməyi dəstəkləyir. Amma mollalar ritorikada bunu dəstəkləsələr də, amma reallıqda bunu istəmirlər. Belə bir fərq var İranda.